İmam Hüseyni ziyarət eləyən Cabir ibn Abdullah Ənsaridən öyrəndim mən bu dərsi. Ki o da Əhl-i Beytə istinad elədi, Peyğəmbərə istinad elədi. Gəldi, Fəradda dəstəmaz aldı, qusul aldı. Bədənini ətirlədi. Peyğəmbərin qoca səhabəsi. Gəldi Ətiyyə ilə, gəldi yavaş-yavaş vüqarla addımladı İmam Hüseynin qəbrinə tərəf. Qəbrə yaxınlaşanda dedi, əlimi apar qoy qəbrin üstünə. Sürünə-sürünə gəldi Hüseynin qəbrinə, əlini sürtdü İmam Hüseynin qəbrinə. Habibi ya Hüseyin, Habibi ya Hüseyin, Habibi ya Hüseyin. 3 dəfə dedi, ay mənim istəylim Hüseyin. Sonra özü cavab verdi. Dedi, adam öz istəylisinin səsinə cavab verməz. Hüseyin, niyə cavab vermirsən mənə? Mən səni çağırıram, sən cavab vermirsən. Ondan sonra özü dedi, necə cavab verəsən ki, başı bədənindən ayrıblar? Necə cavab verəsən? Ondan sonra üzünü qoydu torpağa, ağladı. Dedi, Allah şahiddir ki, biz də sizə şərikik. Sizin fəzilətinizə biz də şərikik. Sizin elədiyinizə biz də şərikik. Yanındakı dedi ki, necə ola bilər? Biz evimizdə otura-otura, onlar şəhid ola-ola, biz onlara necə şərik ola bilərik? Dedi, gözümün nuru olan Peyğəmbərdən eşitmişəm. Kim bir qövmün, bir tayfanın əməlini sevsə, onlarla şərik olar. Kim niyyəti ilə onlara bağlansa, onlarla şərik olar. Mən qocayam, əldən düşmüşəm, ola bilmədim Kərbəlada. Amma Hüseyin şahid ol, ürəyim səninlə idi. Niyyətim səninlə idi, mən də sənin savabıva şərikəm. Biz də bugün ərbəin zəvvarlarına deyirik ki, biz sizin yanınızda ola bilmədik. Hərənin bir boynunda bir vəzifəsi olur, müəyyən bir səbəblər olur. Allah bilir ki, biz istəyirdik orada olaq. Amma hər hansı səbəblər var idi ki, biz gələ bilmədik. Amma biz də sizinləyik. Biz də onun iştirakçısıyıq, uzaqdan da olsa iştirakçısıyıq. Ərbəin ətri gəlir, lalə kimin dillər əsir. Görməyə qəbri Hüseyni ürəyim çox tələsir. Ərbəin ətri gəlir, lalə kimin dillər əsir. Görməyə qəbri Hüseyni ürəyim çox tələsir. Bir kəsubin yarəm mən, daim əzadarəm mən. Dəvət ilə məndə görüm, qəbri və zəvvarəm mən. Can ağam, sənə qurban ağam, Səyyidül-Əkşan ağam, can ağam, sənə qurban ağam, can ağam. Can ağam, sənə qurban ağam, Səyyidül-Əkşan ağam, can ağam, sənə qurban ağam, can ağam. Bu yolu əsrlər gedəndə onların ayaqları tikanlar üstündə gedirdilər. Hüseynin balaca qızı Rüqəyyə ərbəin zəvvarının başını aşağı salır ki, mən heç də eləməmişəm. Mən heç də eləməmişəm. Mən bir şey eləməmişəm. Siz acanda yemək gətirib verdilər də sizə. Amma onların yanında ləziz yeməklər pişirirdilər, uşaqlar acından ölürdülər, yemək vermirdilər onlara. O gün dedilər, birinin ayağı şişib gedə bilmir. Dedim ki, qabar olan ayaqlarına canımız fəda olsun. Ay Rüqəyyə, ay Səkinə. Sizə hörmət göstərirlər, əl üzdən öpürlər, ayaqlarınızı ovuşdururlar. Onlar ağlayanda onlara qamçı vururdular. Sizə ağlama deyən yoxdur, amma onlara deyirlər, ağlama. Yol boyu sizi məsxərə eləyən olub, kimin cürəti var sizi məsxərə eləsin? Hamı sizə hörmət göstərir. Amma onlar ağlayanda kənardan onlara baxıb gülürdülər, bayram eləyirdilər. Ağacan nəzr eləmişdim ki, piyadə gələrəm. Qəmi və yol uzunu, göz yaşımı ələrəm. Ağacan nəzr eləmişdim ki, piyadə gələrəm. Qəmi və yol uzunu, göz yaşımı ələrəm. Hamı deyir niyyət ilə, getməyi və himmət ilə. Fatimə cani gələrəm, sən də məni dəvət ilə.
Sənə qurban ağam, Səyyidülər can ağam, can ağam. Sənə qurban ağam, can ağam. Can ağam, sənə qurban ağam, Səyyidülər can ağam, can ağam. Sənə qurban ağam, can ağam. Bir dəstə ərəb gəldi, deyir, qamçı çıxartdılar. Xanımı vura-vura ayırdılar qardaşından. Dedi, Hüseyin, and olsun yaralı boğazıva ki, öz əlimdə olsaydı buradan getməzdi. Qalıb o qədər ağlayardım, canım bədənimdən çıxsın. Məni zorla aparırlar. Elə hey qaçırdı Kərbəla səhrasını. Uşaqları döyəndə qaçırdı, qolum verirdi. Deyirdi, məni vurun, uşaqları vurmayın. Məni vurun, nə vuracaqsınız, qamçı vuracaqsınız, mənə vurun. Ona görə uşaqlar ağlayanda, onlara ürək-dirək verəndə deyirdi, əmmətü ki, mislu ki, bibin də sənin kimi döyülüb. Arzu eyləmişəm tirlə bu qəlbi böləm. O qədər payı piyadə gələm, axirdə öləm. Arzu eyləmişəm tirlə bu qəlbi böləm. O qədər payı piyadə gələm, axırda öləm. İşdiyi qəm parələnə, gün gözümə qarələnə. Yolda rüqəyyəmə səni, bu əyağım yarələnə. Can ağam, sənə qurban ağam, Səyyidülər can ağam, can ağam. Elə ki, Şama əsirlər daxil oldular. Bir xanım dedi ki, ay əsirlər, hardan gəlirsiniz? Hansı düşmən qövmündənsiniz? Zeynəb baxdı o xanıma, dedi ki, bilirsən mən kiməm? Dedi, yox. Dedi, biz Peyğəmbər balalarıyıq, Peyğəmbər ailəsiyik. Mən Zeynəbəm, o mənim qardaşım Hüseynin başıdır. Bilmirəm, o qadınları hansı vəziyyətdə gördü ki, biləndə Peyğəmbər ailəsidir, xanım deyib qaçdı evə, dedi, tez olun libas verin, tez olun parça verin, ataq bunların üstünə. Əla lənətullah, ələl qavmiz zalimin. Sənin eşqin divəni, bu biyaban etləkin. Eşqimin üzdə